Azərbaycanda son 12 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 4:1-də İsmayıllı rayonunda 3,7 magnitudalı zəlzələ olub, amma yeraltı təkanlar hiss edilməyib. Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada qeyd edilir ki, zəlzələ episentrdə 4, Lerik yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss edilib. Sosial şəbəkələrdə Cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi haqda paylaşımlar ediblər. Maden Azarda baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. Qurban Yetirmişli deyib ki, zəlzələlər laylardakı parçalanmalar nəticəsində baş verir. Elə gün olur ki, Respublika ərazisində bu cür 20-30-40 təkan olub. Bunların içərisində də bir ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn, Babadağda yaşayış məntəqəsi yoxdur. Təkan olub, magnitudası 3,7 olub, heç yerdə hiss edilməyib. Amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq, belə qəbul edilib. Bu məlumatlar çatmalıdır. Yetirmişli ötən ilin 6.000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb, ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı. 3 dənə magnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı magnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu. Allah uzaq eləsin. Katastrofik dağıdıcı zəlzələlərdə gedən prosesləri izləyirik. Güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olacaq. Bəs bundan sonra dağıdıcı zəlzələ gözlənilirmi? Yetirmişli suala cavabında deyib. Hər günün öz hökmü var. Hərəkətlərin hamısı izlənilir. Mən deməzdim ki, dağıdıcı, katastrofik zəlzələ olacaq. Söhbət bloklardan gedir, yəni lay dəstələri elə sürətli olmalıdır ki, hansısa katastrofik zəlzələ törətmə ehtimalı olsun. Hiss edilən zəlzələr gücdə dərinlikdən asılı olur. Öncədən demək düzgün deyil. Ancaq elə seysmogen bölgə yoxdur ki, orada güclü zəlzələ olsun.